Salam, hər vaxtınız xeyir olsun əziz və dəyərli müəllimlər. Hər birinizi xoş gördük. Bugün ARTİ-nin tarix müəllimlər üçün keçirdiyi sertifikasiya sınağının idraki sahə və inteqrasiya ilə bağlı sualların izahını verəcəm. Gəlin tanış olaq birinci sualımızdan. Birinci sualda qeyd olunur ki, şagirdlər bir tarixi dövrə aid yazılı mənbələri araşdırır, həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Bu fəaliyyət inteqrasiyanın hansı növünü reallaşdırır? İnteqrasiyanın 3 növü var. Fəndaxili, fənlərarası və fənüstü inteqrasiya. Sualda ümumiyyətlə fənüstü inteqrasiyanı görmürük. Çünki fənüstü inteqrasiya real həyatı bir problemin həllidir. Yəni şagirdin sinifdən kənar bir fəaliyyəti olmalıdır. Şagird sinifdən kənar real həyatı bir problem həll etməlidir. Bu situasiyada fənüstü inteqrasiya yoxdur. Fəndaxili inteqrasiya varmı? Fəndaxili inteqrasiya bir fənin öz daxilində aparılan inteqrasiyadır, əlaqələndirmədir. Fəndaxili inteqrasiya 2 yerə bölünür. Şaquli inteqrasiya, üfüqi inteqrasiya. Şaquli inteqrasiya alt standartların siniflər üzrə əlaqəsini əhatə edir. Yəni müəllim aşağı sinifdə keçilənlərlə yuxarı sinifdə keçilənləri əlaqələndirirsə, bu olur şaquli inteqrasiya. Sualda biz aşağı-yuxarı sinif görmürük. Deməli, fəndaxili şaquli inteqrasiya da yoxdur. Bəs üfüqi inteqrasiya varmı? Fəndaxili üfüqi inteqrasiya da yoxdur. Çünki tarixi məzmun xəttlərini yadımıza salırıq. Tarixi zaman, tarixi məkan, dövlət, şəxsiyyət və mədəniyyət. Gördüyünüz kimi məzmun xəttləri arasında əlaqə yoxdur. Bəs inteqrasiyanın hansı növü olar? Təbii ki, fənlərarası inteqrasiya olacaq. Çünki deyir, şagirdlər bir tarixi dövrə aid yazılı mənbələri araşdırır, həmin dövrə uyğun olan dil normalarını təhlil edirlər. Dil norması Azərbaycan dili fənni ilə bağlıdır. Yəni dil normalarını təhlil etmək üçün şagirdə Azərbaycan dili ilə bağlı bilik və bacarıqlar lazımdır. Deməli, tarixlə Azərbaycan dilinin arasında əlaqə qurulmuşdur. Doğru cavabımız olacaq Y variantı, fənlərarası inteqrasiya. İkinci sualımızdan tanış oluruq. Müəllim şagirdlərə tapşırır ki, Azərbaycanın müxtəlif tarixi dövrlərində tətbiq olunan idarəetmə formalarını müqayisə etsinlər və hər dövrün qanunvericilik prinsiplərini mənbələrə görə əsaslandırsınlar. Tapşırıq Bloom'un idrak taksonomiyasının hansı səviyyəsinin inkişafına xidmət edir? Sualda diqqət etməli olduğumuz məqam budur ki, sadəcə müqayisə ilə qalmayıb şagirdlər, sadəcə müqayisə etsəydilər, bu onlarda anlamaq mərhələsi. Bilirsiniz ki, müqayisə etmək anlamaqda var, bir də təhlildə var. Eyni müstəvidə müqayisə edirsə, bu anlamaqdır. Birini digərindən önə çəkirsə, hansı daha əsaslıdır, hansı daha önəmlidir, olur təhlil. Müqayisə edirlər, digər hissəsi də var. Hər dövrün qanunvericilik prinsiplərini mənbələrə görə əsaslandırırlar. Əsaslandırmaq feili də anlamaq mərhələsində də var, təhlildə də var, dəyərləndirmədə də var. Burada mənbəyə görə əsaslandırır. Hər hansı bir məlumata görə, mənbəyə görə, mətnə görə, gəldiyi nəticəyə görə əsaslandırma edirsə, təhlil olur. Yox, şagird öz fikirlərini əsaslandırsaydı, o zaman dəyərləndirmə olardı. Deməli, mənbələrə görə əsaslandırma edirsə, olacaq doğru cavabımız təhlil etmə, Y variantı. Üçüncü sualımızdan tanış olaq. Şagirdlər Azərbaycanın tarixi şəxsiyyətlərindən birini seçir, onun fəaliyyətinə uyğun motivasiya edici sloqan hazırlayır və bu fikri plakat üzərində rəng, simvol və kompozisiya vasitələri ilə ifadə edirlər. Tapşırıq Bloom'un idrak taksonomiyasının hansı səviyyəsinin inkişafına xidmət edir? Burada da aydın şəkildə görürük ki, sloqan hazırlayır şagirdlər. Sloqan nədir? Sloqan bir şüardır. Şagirdin yaradıcılığı ortaya çıxırmı? Bəli, şagird yeni bir fikir irəli sürür. Şagirdin orijinal bir fikri var. Yeni bir məhsul ortaya qoyur. Təbii ki, doğru cavabımız olacaq yaratmaq mərhələsi, C variantı.